Dağın ətəyində havanın temperaturu müsbət 18 dərəcə Selsi, zirvəsində isə mənfi 9 dərəcə Selsi olarsa, bu dağın nisbi hündürlüyünü hesablayın. İlk növbədə biz onu bilməliyik ki, hər 100 metr hündürə qalxdıqca temperaturun 0,6 dərəcə Selsi və yaxud da hər 1000 metr yüksəyə qalxdıqca temperatur 6 dərəcə Selsi aşağı enir ki, biz bunu nəzərə alaraq bu dağın nisbi hündürlüyünü təyin etməyə çalışaq. İlk növbədə biz onu deyək ki, dağın ətəyi ilə zirvəsi arasında gördüyümüz kimi ətəkdə 18, zirvədə -9 dərəcə Selsi temperatur var. İlk növbədə biz bunlar arasındakı temperatur fərqini təyin edək ki, və bunun əsasında da hündürlüyü müəyyənləşdirəcəyik. Deməli 18 dərəcə Selsi ilə çıxılsın -9. Bir görək bu arada nə qədər temperatur fərqi var. Və buradan tapırıq ki, burada 2 mənfi müsbətə çevrilir və 27 dərəcə Selsi fərq yaranır. Və bayaq da dediyimiz kimi, hər 1000 metrdə bir temperaturun 6 dərəcə Selsi dəyişdiyini nəzərə alsaq, bəs bizə neçə metr lazımdır ki, temperatur gördüyümüz kimi 27 dərəcə fərq eləsin və bunun əsasında da biz dağın hündürlüyünü təyin etmiş olacağıq. Belə ki, deməli ilk növbədə burada davamınca hər 1000 metrdən bir qeyd elədik bunu. Demək 6x demək burada biz 6x 6-nı qısa vurduq. 6x bərabər oldu 27 minə. X isə x isə artıq burada bərabər olacaq 27 mini biz 6-ya böləcəyik və 4500 metr məsafə tapacağıq. Demək ki, dağın nisbi hündürlüyü burada 4500 metr olacaq. Doğru bəyan? 4500 metr.